Meclisdə gedəndə utanmayasınız diye gene mollayı kirəlirsiniz. Sanki aşığa zakaz verirsiniz ki filan mahnıma oxuyun. Belə şey olar mı ki? Allah Taala'nın kitabı diriler oxusun, həyatlarını onunla düzənləsinlər diye nazil olub. Ölülərə oxunaraq pul qazanmaq üçün deyil. Bu mollalara baxırsan, əslində Quran oxuya bilmirlər. Mən bir dənə molla tanımıram, əgər siz tanıyırsınız ama göstərin. Və yaxud da bu dərsin paylaşılandan sonra kimlərsə bu xutbəni dinləyəndən sonra tanıyırsa mənə bir dənə molla desin. Yer kürəsində adı molla olan bir nəfəri tanıya bilmirəm, mən Quran-ı Kərimi doğru şəkildə oxusun. Adam molla gəlir 3 günün içində deyir ki Quranı xatm elədim. Quran-ı Kərimdə qardaşlar 30 cüz Quran var. Bir adam ən sürətli şəkildə oxusa, səlsiz şəkildə oxusa, təcvidə riayət eləyərək 3 gündən tez Quran-ı Kərimi xatm eləməsi mümkün deyil. Artıq oxusan, çox yüksək dərəcədə qarilərdən olmalısan ki, sən bunu daha tez qutara bilərsən. Sən qutara bilmərsən. Molla axı Quran oxuya bilmir. Bunu 3 gündə necə xatm eləyə bilər? Hələ bir yerdə 3 ölü ölübsə, bir gündə, yəni 3 günün içində 3'ünde də xatm eləməsi üçün gündə bir dəfə xatm eləməsi lazımdır. Heç kim, insanlar Quranın içindəkiləri bilmədiyi üçün, mərifətlər olmadığı üçün molla gəlib mahnı oxusa, meyxanı oxusa xəbərlər olmayacaq. Hətta bir gənclərdən birini xatırlayıram. Əvvəllər mollalıq eləyib, sonra tövbə eləyənlər. Şinana oxuyurdum deyir. Mahnı oxuyurdum deyir. Heç kimi başa düşmür ki, özüm üçün bir dənə çırtma qalırdı burası. Mahnı oxuyurdum, gəldi pul. Mahnı oxuyurdum, gəldi pul. Adamları o qədər aptal yerinə qoyurlar. Gerçəkdən deyirəm, oxuduqları bir şey də deyil.